Hazreti Peygamber üzün tuttu etrafındaki sahabelərə belə bir sual verir. Əgər desən ki, ömrünüzdə bir saat var, nə edərsiniz? İşte sahabələrin bir qismi dedi ki, ya Resulallah, yanıtıb qalmış işlərinin qaydasını var. Digər qismi dedi ki, ya Resulallah, haqqı boynunda olanlardan halallar var. Bəziləri dedi ki, ya Resulallah, borclarına əda edər. Sonra hər kəs öz yarımçıq işləri ilə cavab verir. Mən bu yarımçıq işlərimi nədən biləm? Əziz Peyğəmbərimiz bu cavabları eşitdikdən sonra çox heyrətli və düşündürücü bir halda soruşdu ki, bəs sizlərə kim deyir ki, ömrünüzə bir saat qalır? Sizə kim deyir ki, bəlkə mədələsin ömrünüzə bir saat qalır? Bəlkə buradan çıxandan sonra dünyamız dəyişir və ya buradakı oturduğumuz yerdə dünyamız dəyişir. Ona görə insan gərək bunlar üçün, yəni ölüm üçün hər zaman hazırlığını görməlidir. Ona görə dinimiz bizə dəfələrlə demir ki, təfəkkür edin, düşünün. Düşüncəyə ehtiyac var hər zaman. Təfəkkürə ehtiyac var.